Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Mən Gülər Orcova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə təqdim etdiyimiz sınağın izahına baxırıq. Lakin sınağın izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, sizlər də bizim dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Baxırıq birinci suala. Birinci sualda deyir ki, o çevrənin mərkəzi AB və CD isə K nöqtəsində kəsişən vətərlərdir. AK bərabərdir 2,4-ə. Baxın, buranı qeyd edirik 2,4 olaraq. Daha sonra KB bərabərdir 10 cm. Bura 10 cm-dir. CK bərabərdir 4 cm. Bura 4-dür və bizdən nəyi tələb edir? Çevrənin uzunluğunu tapmağımızı istəyir. İndi çevrənin uzunluğunu tapmaq üçün ya onun radiusunu bilməliyik, ya da diametrini bilməliyik. Baxın, diqqətlə baxsaq, burada çevrədə daxildə 2 vətər kəsişib, düzdür? Və 2 hissəyə bölünüb. Bura 2,4-dür, bura 10-dur. Bu CK məsafəsi 4-dür, amma DK məsafəsini bilmirəm. Bura bir dənə X yazaq. Və biz bilməliyik ki, ümumilikdə çevrə daxilində 2 vətər kəsişirsə, onda kəsişən vətərlərin, bu bölünən hissələrin hasilləri bir-birinə bərabər olmalıdır. Yəni, qeyd edirəm burada 2,4 vurulsun 10 bərabər olmalıdır. 4 vurulsun X-a. 2,4-ü 10-a vuranda 24 eləyir. 24 bərabərdir 4 vur X-a. Hər tərəfi 4-ü ixtisar aparsam, X bərabər olur 6-ya. Deməli, əgər X 6-ya bərabərdirsə, baxın, bu hissə 6-dır, doğrudurmu? Baxın, bura 6-dır. Onda ümumilikdə çevrənin diametri 6 üstəgəl 4, 10 cm bərabər olmuş olur. Çevrənin diametri 6 üstəgəl 4 olur 10 cm. Biz də çevrənin uzunluq düsturundan bilirik ki, ya 2πr düsturu ilə gedir, ya da πd düsturundan tətbiq, yəni istifadə olunur. Bunu tətbiq edirik. İndi diametr də 10-dursa, pi-yə də vururuqsa, deməli çevrənin uzunluğu 10π-yə bərabər olmuş olur. Yəni birinci sualda testimizin doğru variantı olur C bəndi. Keçək növbəti suala. Baxırıq ikinci suala. İkinci sualda deyir ki, y bərabərdir -x çıx 2 funksiyasının qrafiki aşağıdakılardan hansı ola bilər? Bax, biz burada diqqətlə baxsaq görürük ki, deməli, K bucaq əmsalı burada mənfidir. Mənfidirsə, X oxunun müsbət istiqamətlə kör bucaq əmələ gətirməlidir. Baxın, iti bucaq əmələ gətirə bilməz, iti bucaq əmələ gətirə bilməz, iti bucaq əmələ gətirə bilməz. Yalnızca kör bucaq olmalıdır. Ya B variantı düzdür, ya da C variantı. Bir də burada B-nin işarəsi var ki, axı bizə B-ni mənfi verir. B-ni mənfi verirsə, bu Y-i kəsən nöqtədir, müsbətdə kəsə bilməz. Bu mənfi 2-dir, deməli mənfidə kəsməlidir. Ona görə ikinci sualda testimizin düzgün cavabı olur C bəndi. Yenə deyirəm, bir K-nın, bir də B-nin işarəsinə görə artıq qrafiki müəyyən etmək olur. Keçək növbəti suala. Baxırıq üçüncü suala. Üçüncü sualda deyir ki, Y bərabərdir 5 düz xəttinə nəzərən 3-4 nöqtəsinə simmetrik olan nöqtəni tapın. Gəlin əvvəlcə bu nöqtəni burada göstərək, deməli. Bu bizim olsun koordinat sistemimiz. X oxu, bu da olur Y oxu. Deməli, X-i 3 olmalıdır. 1, 2, 3. Deyək ki, burada yerləşir. Y-i də 4 olmalıdır. 1, 2, 3, 4. Y-i də oldu 4. Bax, nöqtə yerləşir burada. Deyək ki, bu olsun A nöqtəsi. İndi bu hissəni biraz uzadaq. Burada bu da Y oxudur. İndi bizə deyir ki, bu, deməli, hansı düz xətti nəzərən? Y bərabərdir 5 düz xəttinə nəzərən. Y bərabərdir 5 düz xətti hansıdır? Bax, Y-in 5 nöqtəsindən keçib X oxuna paralel olan düz xətt. Bax, fikir verin. Y bərabərdir 5 düz xətti budur. İndi biz nəyə diqqət etməliyik? Baxmalıyıq ki, buna uyğun simmetrik nöqtəni qururuqsa, mütləq şəkildə, bax, bu nöqtə ilə buradan bura qədər, yəni vahid fərqi nə qədərdirsə, fikir verin, bu hissə ilə bura arasındakı vahid fərqi nə qədərdirsə, bir o qədər də biz onu yuxarı keçirmiş olacaq. Çünki simmetrik olan nöqtəni qururuq. Fikir verin, 4 ilə 5 aralığında sadəcə bir vahid qədər məsafə var. Baxın, 4 ilə 5 aralığında. Deməli, siz 5-in də üstünə 1 gələrək, bax, burada 6 nöqtəsini qeyd etməlisiniz. 5-in də üstünə 1 vahid gələrək 6 nöqtəsini qeyd edirsiniz. Bəs bunun X-i dəyişirmi? Xeyr, X olduğu kimi qalır. A nöqtəsi
Y bərabərdir 5 düz xəttə nəzərən aşırıq nöqtəsinə keçmiş olur. Bəs bu aşırıq nöqtəsinin koordinatları hansı olmuş oldu? Baxın, x-i dəyişmədi. X elə 3 olaraq qaldı. Amma y-i dəyişdi, yəni ordinatı isə 6 olmuş oldu. Buna görə 3-cü sualda testimizin doğru variantı, baxın burada 3 və 6. Yəni D bəndi, D variantı alınmış olur. Belə, keçək növbəti suala. Baxırıq 4-cü suala. 4-cü sualda deyir ki, verilən bu bərabərsizliyin ən kiçik natural həllini tapın. Deməli, kəsr rasional olan bərabərlikləri biz intervallar üsulu ilə həll edə bilərik. Yəni, bunları bu formada bir-birinə vuraraq yaza bilərik. X kvadrat çıx 5x çıx 6 vurulsun x üstəgəl 2. Böyükdür 0-dan. Köklərini tapsaq, deməli, hasili -6 olmalıdır. Cəmi isə bizə müsbət 5 verməlidir. O da -1-dən 6-dır. Burada qeyd edək. x1 bərabərdir -1-ə, x2 bərabərdir, deməli 6-ya. Baxın, hətta burada da qeyd edə bilərdik. Yəni yaxşısı burada yazaq. Deməli, x1 bərabərdir -1-ə, x2 bərabərdir 6-ya. Və bura baxsaq, bunun da kökü x3 olsun. Bu da -2-dir və -2-ni ala bilməyəcək. Ümumiyyətlə, hər birinin içərisi boş dairə ilə qaralanacaq. Onda bu hissəni vuruqlara ayırsam, baxın, x kvadrat çıx 5x çıx 6. Bunu vuruqlara ayıranda olacaq əksinə x üstəgəl 1. Bir də x çıxılsın 6. Vurulsun x üstəgəl 2. Böyükdür 0-dan. İndi bu formada rahat yazandan sonra gəlin hər birini ədəd oxu üzərində göstərək. Deməli, bu hissə birinci -2 yazılmalıdır. Sonra -1, daha sonra isə müsbət 6. Ayırdıq intervala. İndi hər bir intervalda gəlin işarəsini müəyyən edək. 6-dan bu tərəfdə 7 var. 7 üstəgəl 1 müsbət, 7 çıx 6 müsbət, 7 üstəgəl 2 müsbət. Baxın, bu oldu müsbət. Və adətən bundan sonraki olan hər biri növbələşir. Yəni cüt dərəcədən heç bir vuruq yoxdur ki, ona görə digərləri növbələşir. Müsbət, mənfi, müsbət, mənfi. Bizdən böyükdür 0 istəyirsə, bax, bir buranı iştirixləyirsiniz, bir də buranı iştirixləyirsiniz. Olur, deməli, -2 ilə -1 aralığı birləşir 6-dan müsbət sonsuzluğa. Bu bizim bərabərsizliyin cavabıdır, həllidir. Amma sizdən nə istəyir? Deyir, bu bərabərsizliyin ən kiçik natural həllini tapın. Deməli, natural həllər buradan etibarən başlayır. 6-nı ala bilmirsə, burada ala biləcək ən kiçik natural həll, deməli, 7-yə bərabər olmuş olur. Ona görə 4-cü sualda testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 5-ci suala. 5-ci sualda deyir ki, kvadratın diaqonallarının kəsişmə nöqtəsindən tərəfinə qədər olan məsafə 2 cm-dir. Kvadratın perimetrini tapın. Baxın, bu bizim üçün olsun kvadrat və kvadratın diaqonalları, ümumiyyətlə biz bilirik ki, bir-birinə nədir? Perpendikulyardır. Baxın, bu kvadratın birinci diaqonalı, deməli, kvadratın diaqonalı, bu da onun ikinci diaqonalı. Deyir, diaqonalların kəsişmə nöqtəsindən, baxın, bu nöqtədən tərəfinə qədər olan məsafə, yəni bu tərəfə qədər olan məsafə perpendikulyar şəkildə indirirsiniz. Bax, bura qədər olan məsafə 2-dir. İndi buradan bura qədər olan məsafə 2-dirsə, eyni qaydada buradan bura qədər olan məsafə də 2-dir. Baxın, 2 üstəgəl 2, 4 oldu. Deməli, kvadratın tərəfi də 4 cm bərabərdir. Əgər kvadratın tərəfi 4 cm bərabərdirsə, bizdən kvadratın perimetrini istəyir. Kvadratın bütün tərəfləri bir-birinə bərabər olduğu üçün 4A ilə hesablanır. Buna görə 4 vurulsun 4. Düzgün cavab, deməli 16. 16 cm alınmış olur. 5-ci sualda testimizin doğru variantı olur Y bəndi. Keçək növbəti suala. Baxırıq 6-cı suala. 6-cı sualda deyir ki, birinci boru hovuzu 5 saata, ikinci boru 10 saata doldurur. Üçüncü boru isə 20 saata boşaldır. Onlar birlikdə işləsələr boş hovuz neçə saata dolar? Baxın, birinci boru 5 saata doldurursa, 1 saat ərzində işin 5də 1 hissəsini görəcək. İkinci boru 10 saat ərzində doldurursa, o da 1 saat ərzində işin, deməli, 10da 1 hissəsini görmüş olacaq. Və bu ikisi bir yerdə hərəkət edirsə, bunlar toplanılmalıdır. Amma üçüncü boru deyir 20 saata boşaldır, ona görə bunu çıxmalısınız. O da olur 20də 1. Bərabərdir. Ortaq məxrəc elə 20-nin özü olmuş olacaq. 20 böl 5 4, 20 böl 10 2, 20 böl 20 o da eləyir 1. Ümumi hesabladıqda 20də 5 olur. 5-i ixtisar aparsaz olacaq 4də 1. Yəni 1 saat ərzində 4də 1 hissəsi dolmuş olur. Amma soruşanda ki, onlar bütövlükdə, yəni ümumilikdə boş hovuz neçə saata doldurar? Bax, bunu tərsinə çevirmək lazımdır. Bu da olur 1də 4. Yəni 4 saat ərzində bu boş hovuz dolmuş olacaq. Ona görə testimizin doğru variantı olur C bəndi. Keçək növbəti suala.
Baxırıq 7-ci sual. 7-ci sualda deyir ki, bu ifadəni sadələşdirin. Baxın, mötərizədə olan ifadə üçün ortaq məxrəc götürək. Bu olur A, B. AB-ni B-yə böləndə A qalır, təzədən A-ya vurursunuz, olur A-nın kvadratı. AB-ni A-ya bölürsünüz, B qalır, təzədən B-yə vuranda olur B-nin kvadratı. Bu da kəsilən bölünmə qaydasına görə vurmaya çevrilir. Surət məxrəci yerini dəyişir. A çıx B məxrəcdə yazılır, AB isə surətdə yazılır. Bərabərdir. Bu AB ilə bu AB ixtisar gedir. Məxrəcdə qalır A çıx B. Surətdəki ifadəni də kvadratlar fərqi kimi ayırırıq. Bir dəfə yazırıq A çıx B, bir dəfə yazırıq A üstəgəl B. Bu da bərabərdir. Bu A çıx B ilə bu A çıx B ixtisar gedir. Nəhayət sonda cavab A üstəgəl B alınmış olur. Ona görə 7-ci sualda testimizin doğru variantı olur A bəndi. Keçək növbəti suala. Baxırıq 8-ci suala. 8-ci sualda deyir ki, x sıfırdan kiçik olarsa verilən bu ifadəni sadələşdirin. Birinci növbədə gəlin ifadəni burada qeyd edək. 5 üstəgəl. Yenə modul daxilində x çıxılsın 2 və üstəgəl x bərabərdir. Əgər burada x mənfi ədəddirsə, məsələn mənfi 1-dirsə, mənfi 1 çıx 2 modulun içərisi mənfi olur. Əgər modul mənfidirsə, bu olduğu kimi çıxmayacaq. Yerlərini dəyişib çıxacaq. Olacaq 5 üstəgəl 2 minus x. Baxın bu formada. Üstəgəl x. Bu da bərabərdir. Modulda 5 üstəgəl 2 7 olur. Çıx x üstəgəl x. Yenə x-i mənfi 1 olaraq baxsaz. 7 çıx mənfi 1 əksinə 7 üstəgəl 1 olur. Yəni bunun cavabı müsbət olur. Modul müsbətdirsə olduğu kimi çıxacaq. Üstəgəl x-la da bir işimiz yoxdur. Müsbət x, mənfi x getdi. Düzgün cavab 7 alınmış olur. Yəni 8-ci sualda testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 9-cu suala. 9-cu sualda deyir ki, D1 D2-yə paralel olarsa alfa bucağını tapın. Baxın, birinci növbədə biz bilməliyik ki, bu hissə 360 dərəcəyə tamamlanır. Doğrudurmu? Bunu necə tapacağıq? 140 ilə 85-i toplayırıq, eləyir 225 dərəcə və 360 dərəcədən 225 dərəcəni çıxanda düzgün cavab qalır 135 dərəcə. Deməli, bura olur 135 dərəcə. İndi digər tərəfdən, bax, bu düz xətti uzatsaq, bura 60 dərəcə deyil, avtomatik burada olur 60 dərəcə. Bax, bura oldu 60 dərəcə. Buranı da uzatsam, baxın, alfa bucağı deyil, burada olur alfa bucağı. Fikir verin, hansı formalı şəkil yarandı, o şəklini burada təsvir edək. Bax, iki paralel düz xət, bir də belə bir formalı şəkil yarandı. Bax, bura 135 dərəcədir. Bura 60 dərəcə yazmışıq. Burada alfa bucağı yazmışıq. Biz bilirdik ki, bu həndəsənin əsas anlayışlarından çöldə olan bu bucaqların cəmi içəridəkinə bərabər olmalıydı. Yəni 60 dərəcə üstəgəl alfa bərabər olmalıdır 135 dərəcəyə. Buradan da alfa bərabərdir 135 dərəcə çıxılsın 60 dərəcə, onu da düzgün cavabı 75 dərəcə alınmış olur. Yəni 9-cu sualda testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 10-cu sual. 10-cu sualda bizə deyir ki, gəlin qeyd edək burada. Deməli, 2-də 1 sinus 3x vurulsun kosinus 3x bərabərdir. Kök altı 3 bölünsün 8. Hər tərəfi 4-ə vururuq. Baxın, buranı da 4-ə vurursunuz, buranı da 4-ə vurursunuz. Bu 4 ilə bu 2 ixtisar gedir. Qalır burada 2. Yəni 2 sinus 3x vurulsun kosinus 3x bərabərdir. Bu 4 ilə də bu 8 ixtisar gedir. Qalır burada kök altı 3 bölünsün 2. İndi bax bu ifadə bizə sinus 2x-i verməlidir. Yəni sinus 2 dəfə də 3 eləyir 6x. Bərabərdir. Kök altı 3 bölünsün 2-yə. Buradan 6x bərabərdir. Mənfi 1 üstü k vurulsun. Kök altı 3 bölü 2-ni sinus harda alır? Pi bölünsün 3-də. Olacaq pi bölünsün 3 üstəgəl pi k. İndi bizə x-i tapmaq lazımdır. X-i tapmaq üçün 6-ya bölürsünüz. Olur mənfi 1 üstü k vurulsun. Pi bölü 3-ü 6-ya böləndə tərsinə 6-da 1-ə vurmaq deməkdir. Bu da olacaq pi bölü 18. Bu isə pi bölünsün 6k olmuş olur. Variantlara diqqətlə baxsaq, baxın C bəndində. Testimizin doğru variantı C bəndi olmuş olur. Keçək növbəti suala. Baxırıq 11-ci sual. 11-ci sualda bizə deyir ki, Z1 bərabərdir 2 çıx i, Z2 bərabərdir mənfi 1 üstəgəl 2i olarsa, Z1 üstəgəl Z2 kvadratı ifadəsini cəbri şəkildə göstərməliyik. Gəlin birinci növbədə yazaq. Deməli, Z1 üstəgəl Z2-nin kvadratı bərabərdir. Z1-i yazsaq, olur 2 çıx i üstəgəl. İndi Z2-ni yazsaq, müsbət olanı öndə yazacağım. Yəni 2-ni yazacağım. Sonra çıx 1-i qeyd edəcəm.
və bunun kvadratı bərabərdir. Deməli, 2-dən 1 çıxanda eləyir 1, mənfi i üstə gəl 2, bu da eləyir müsbət i'nin kvadratı. İndi kvadrata yüksəltsəm 1-in kvadratı 1, birinci ilə ikinci asinin 2 misli olur 2i üstə gəl i'nin kvadratı. İndi bu i kvadratının mənfi 1 olduğunu biz bilirik. Baxın, müsbət 1, mənfi 1 bir-birinə əks ədədlərdir. Cəmi 0-dır, islah olunur. Deməli, sadəcə cavab 2i alınmış olur. Ona görə 11-ci sualda testimizin düzgün cavabı olur A bəndi. Keçək növbəti suala. Baxırıq 12-ci sual. 12-ci sualda deyir ki, silindrin hündürlüyü oturacağın radiusundan 5 cm böyükdür. Tam səthinin sahəsi isə 66 pi kvadrat santimetr olarsa, oturacağın radiusunu tapın. Deməli, hündürlük bərabərdir, radiusdan baxın 5 cm böyükdür, yəni r üstə gəl 5-ə. Bunu qeyd edirik. İndi tam səthin sahəsi 66 pi-dirsə, gəlin S tamı yadımıza salaq. Biz bilirik ki, S tam bərabərdir. S yan, yəni yan səthin sahəsi üstə gəl 2S oturacaq. 2S oturacaq. Bu da bərabərdir. Yenə düsturlarını qeyd edirik. S yan 2 pi r, yəni bu çevirən uzunluq vurulsun h. Üstə gəl 2S oturacaq isə 2 pi r kvadrat. Yəni oturacağı deməli dairə olduğu üçün olur 2 pi r kvadrat. Bu da bərabərdir. Ortaq qrup kimi 2 pi-ni mötərizə xaricinə çıxartsaq, daha doğrusu 2 pi r-i mötərizə xaricinə çıxartsaq, burada olur h üstə gəl r. İndi bizə tam səthin sahəsində 66 pi veribsə, bərabər edirik 66 pi-yə. Hər tərəfdən pi-ləri ixtisar aparırıq, sonra 2-yə ixtisar aparırıq, qalır burada 33. İndi bu h-ın da əvəzinə r üstə gəl 5 kimi baxsaq, deməli olacaq r vurulsun. R ilə r-i toplayırıq. 2r üstə gəl 5, bu da bərabərdir 33-ə. Deməli 33 3-ə bölünür, yoxlayaq burada ödəyirmü? 2 dəfə 3, 6, 6-ın üstünə 5 gələndə 11, 11-i 3-ə vuranda 33 düzdür. Deməli bizdən radiusu tələb edirdi. Elə birbaşa olaraq radiusda 3 cm bərabər olmuş olur. Deməli 12-ci sualda testimizin düzgün cavabı olur A bəndi. Keçək növbəti suala. Baxırıq 13-cü sual. 13-cü sualda deyir ki, A4 bərabərdir 24, A9 bərabərdir 59 olarsa, ədədi silsilənin ilk 16 həddinin cəmini tapın. Deməli, birinci növbədə bizdən A9-u 59 verib, düzdürmü? A9-dan istifadə edirəm. Yazıram A9 bərabərdir A4 üstə gəl 5-dir. Birinci silsilə fərqini tapaq, sonra A1-i taparıq. Deməli, A9 59 bərabərdir A4 24 üstə gəl 5-dir. Buradan 5D bərabərdir 59 çıxılsın 24 olur deməli 35 və D bərabərdir 7 olmuş olur. Silsilə fərqini tapdıq. İndi A1-i tapaq. A1-i tapmaq üçün A4-dən istifadə edirəm. Yazıram A4 bərabərdir A1 üstə gəl 3D olmalıdır. 3 dəfə də 7 21 eləyir. Onda buradan da A1 bərabərdir 24 çıxılsın 21 o da bərabər olur 3-ə. İndi ilk 16 həddin cəmini istəyirsə S16 bərabərdir 2A1 2 dəfə 3 üstə gəl 15D 15 dəfə 7 bu 15'dir. Bölünsün 2 vurulsun 16. 16 ilə 2 ixtisar gedir. Burada qalır 8. Bu da eləyir 6 üstə gəl 105 vurulsun 8. 6 üstə gəl 105 olur 111. Onu da 8'ə vuranda düzgün cavab 888 alınmış olur. Yəni testimizin doğru variantı olur C bəndi 13-cü sualda. Keçək növbəti suala. Baxırıq 14-cü sual. 14-cü sualda deyir ki, verilən bu ifadə 3-ə bərabər olarsa, AX bölünsün BY nisbətini tapın. Birinci bu ikisinin bərabərliyindən istifadə edirəm. Yəni X üstə gəl Y, X üstə gəl Y bölünsün Y bərabərdir 3-ə. Çarpaz vurduqda x üstə gəl y bərabərdir 3y-a, x y-lə əvəz edirəm. 3y-dan y-i çıxırsız olur 2y. Keçirik bu tərəfə. A üstə gəl 2b bölünsün b bərabərdir 3-ə. Buradan A üstə gəl 2b bərabərdir 3b-yə. A da bərabərdir 3b-dən 2b-ni çıxanda qalır b. İndi burada baxın A vurulsun x yazıb. Gəlin yazaq. B vurulsun Y yazıb. A-nı B-lə əvəz edirəm. Baxın, A-nın yerinə B yazıram. Və bu X-in də yerinə 2Y yazıram. Bölünsün, B vurulsun Y. Yəni, məxrəcə dəymədim. Y-lar ixtisar gedir, B-lər ixtisar gedir. Düzgün cavab 2 alınmış olur. Yəni, 14-cü sualda testimizin düzgün cavabı olur A bəndi. Keçək növbəti suala.
Baxırıq 15-ci sual. 15-ci sualda deyir bu kəsri ixtisar edin. Baxın, yuxarıda x kvadrat çıxılsın 2 yazılıb, düzdür? Bunu biz x-in kvadratı çıx, 2-ni də kök altda 2-nin kvadratı şəklində göstərə bilərik. Bölünsün. Məxrəcdə x kvadrat var, çıx, 2 vurulsun kök altda 2x üstəgəl. Yenə bu 2-ni kök altda 2-nin kvadratı şəklində göstərə bilərik. Bərabərdir. Deməli, yuxarıda kvadratlar fərqi var. Bir dəfə x çıxılsın kök altda 2, vurulsun, x üstəgəlsin kök altda 2 yazacağım. Məxrəcdə isə deməli a kvadrat çıx 2ab üstəgəl b kvadrat var. Bu olmalıdır a çıx b-nin kvadratı. Yəni x çıxılsın kök altda 2-nin kvadratı. Bu da bərabərdir. X çıxılsın kök altda 2 ilə bunun bir dənəsi ixtisar gedir. Deməli, surətdə olur x üstəgəlsin kök altda 2. Məxrəcdə isə olur x çıxılsın kök altda 2. Belə bir cavaba baxırıq. Baxın, C variantında x üstəgəl kökdə 2, x çıxılsın kökdə 2. Yəni 15-ci sualda testimizin düzgün cavabı C variantı, C bəndi alınmış olur. Keçək növbəti suala. Baxırıq 16-cı sualda. 16-cı sualla bizə belə bir çox həddi verilib. Deyir, bu çox həddin dərəcəsi neçə olar? Biz bilməliyik ki, çox həddin dərəcəsi bu çox həddə iştirak edən ən böyük, qüvvəti ən böyük olan bir həddin dərəcəsidir. Məsələn, ayrı-ayrı baxırsınız. Bu mötərizənin içərisində ən böyük qüvvət hansındadır? X kvadratdır. Deməli, x kvadratı 5-ci dərəcənin qüvvətə yüksəldəcəksiniz, vurulsun. Burada elə bir dənə x var. Bu olacaq x üstü 4 və vurulsun. Burada da ən böyük dərəcə x-in kubudur. Həmin bu x-in kubunu da kvadrata yüksəldəcəksiniz. Bu da bərabər olacaq. X üstü 10, yəni 2 vur 5. X üstü 4, bu da x üstü 3 vur 2, 6. Əsas olduğu kimi qalır, qüvvətlər toplanır. 10 üstə gəl 4, 14, üstünə də 6 gələndə x üstü 20 olmuş olacaq. Yəni bu çox həddin dərəcəsi neçə olar? Düzgün cavab 20, yəni B variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq 17-ci sual. 17-ci sualda deyir ki, A parametrinin hansı qiymətində verilən bu tənliklər sisteminin sonsuz sayda həlli var. Sonsuz sayda həlli olmağı üçün x-ların deməli əmsallarının nisbəti bərabər olmalıdır y-ların əmsalları nisbətinə və o da bərabər olmalıdır bu yəni cavabların nisbətinə, belə deyək. A1 böl A2, B1 böl B2, C1 böl C2. Üçü də bərabər olmalıydı. Amma diqqətli olun, burada x-in əmsalı -4-dür. Yazırıq, -4 bölünsün, x-in əmsalı aşağıda 6 üstəgəl a-dır. Bərabər olmalıdır, y-in əmsalı a bölünsün, aşağıda 2 verilib. Və bu da bərabər olmalıdır, a üstəgəl 1-in nəyə nisbətinə? 3 üstəgəl a-ya nisbətinə bərabər olmalıdır. Birinci növbədə başlayırıq buradan. Çarpaz şəkildə vursaq, a-nın kvadratı üstəgəl 6a bərabərdir -8 olur. Atırıq bu tərəfə, üstəgəl 8 bərabərdir 0-a. İndi Viet teoreminə görə köklərini düşünsək, birincisi olacaq -2, ikincisi də bərabər olmalıdır -4-ə. Çünki niyə görə? Vuranda müsbət 8 eləsin, toplayanda -6 eləsin. Bu da -2 ilə 4-dür. İndi hər ikisini gəlin yerinə yazıb yoxlayaq. Görək doğrudan da bir-birinə bərabərlik olurmu? -4-ü yerinə yazsaq, deməli, -4 bölünsün. 6 üstəgəl -4. Bu da 6 çıx 4 deməkdir. Olur 2. Bərabərdir. -4 bölünsün 2 bərabərdir. Burada -4-ün üstünə 1 gələndə olur -3. 3-dən çıxanda 4-ü o deyiliyir -1. Ödəmir. -4-ü 2-yə böləndə -2 eləyir. Bu da -2 eləyir. Amma bu müsbət 3 alındı. Baxın, bərabər olmadı. Deməli, bu qiymət ödəmədi. A-nın -4 qiyməti ödəmir. Onda A parametrinin -2 qiymətində. Bu, deməli, tənliklər sisteminin sonsuz sayda həlli olmuş olacaq. Ona görə 17-ci sualda testimizin doğru variantı olur A bəndi. Keçək növbəti suala. Baxırıq 18-ci sualda. 18-ci sualda deyir ki, bu ifadəni hesablayın. Birinci surətə dəyməyə gəlin məxrəci sadələşdirək. Deməli, loqaritma, baxın, 10 əsasdan 4-cü dərəcədən kök altda 8. Burada yazaq. 4-cü dərəcədən kök altda 8-i. Biz 4-cü dərəcədən kök altda 2-nin kubu şəklində yazsaq, bu olacaq 2 üstündə 3 bölünsün 4. Gətirib burada elə yazıram. Deməli, 2 üstündə 3 bölünsün 4. Vurulsun. Bu olacaq loqaritma. Deməli, 3 üstü. Bu da olacaq 4-də 1. 9-dakı 3-ün kvadratıdır. Bərabərdir. Baxın, burada 2 üstündə 4-də 3 varsa, bu 4-də 3 keçir əvvələ. Bərabərdir. Olur 4-də 3. Vurulsun. 10 əsasdan 2. Vurulsun. 2 keçir surətdə yazılır. 4-də 1 keçirir məxrəcdə yazılır. Və burada da olur 3 əsasdan 3. Bu əslində bizə 1 verir. Burada 4-də 3.
Loqaritm 10 əsasdan 2 olduğu kimi qalır. 2-ni böləndə 4də 1-ə tərsinə 2-ni 4-ə vururuq 8 eləyir. Bu 8 ilə bu 4 ixtisar gedir 2 qalır. Bu 2-ni də buradakı 3-ə vuranda əvvələ vurulur. Eləyir 6 loqaritm 10 əsasdan 2. Baxın bu bizim məxrəcimizdir. Doğrudurmu? Yazıram bunu məxrəcdə. 6 loqaritm 10 əsasdan 2. Bu da loqaritm 10 əsasdan 64 2 üstündə 6-dır. 6 yenə keçir əvvələ. Qalır 6 loqaritm 10 əsasdan 2 bölünsün 6 loqaritm 10 əsasdan 2. Bu da eyni ifadədir. Bir-birinə böləndə düzgün cavab 1 alınmış olur. Yəni testimizin doğru variantı olur A bəndi. Keçək növbəti suala. Baxırıq 19-cu sual. 19-cu sualda deyir ki, verilən bu 3 rəqəmli ədədin 10-a bölünməsindən alınan qalıq 7-yə bərabərdir. Bu ədəd 3-ə tam bölünərsə, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. 10-a bölünmə əlaməti nə idi? Sonu 0-la qurtarmalıdır. Amma bu deyir ki, qalıqda 7 qalıb. Deməli 0 üstə gəl 7. Bu ədədin sonu 7 rəqəmi ilə qurtarır. Daha doğrusu bu 4-dür. Bu ədədin sonu 7 rəqəmi ilə qurtarır. İndi bu ədəd 3-ə tam bölünürsə, deməli ədədin rəqəmləri cəmi 3-ə bölünməlidir. 4 ilə 7-ni toplayanda eləyir 11. 11-in üstünə indi bura rəqəmləri yazacağam ki, cəmi 3-ə bölünsün. 1 yazmaq olar. Çünki 1 üstə gəl 11, 12 eləyir. Sonra 15 3-ə bölünür. Deməli 4 yazmaq olar. 4 üstə gəl 11, 15 eləyir. Bir də 18 3-ə bölünür. Bir də 7 yazmaq olar. Çünki 11 üstə gəl 7, 18 edir. O da 3-ə bölünür. Bax, bizdən A-nın ala biləcəyi bu qiymətlərin cəmini soruşur. 1 üstə gəl 4 eləyir 5. 5-in də üstünə 7 gələndə düzgün cavab 12 alınmış olur. Yəni 19-cu sualda testimizin doğru variantı olur B bəndi. Keçək növbəti suala. Baxırıq 20-ci sual. 20-ci sualda deyir ki, bizə tənlik verib, yazırıq bura, 3x kvadrat çıx 5x üstə gəl 1 bərabərdir 0. Bu tənlik çevrilmiş kvadrat tənlik deyil. Bunu çevrilmiş kvadrat tənliyə gətirək. 3-ə bölürük. X kvadrat çıx 5 bölünsün 3x üstə gəl 3də 1 bərabərdir 0-a. Viet teoreminə görə köklərin hasili bərabər olmalıdır sərbəst həddə müsbət 3də 1-ə. Köklərin cəmi isə ikinci əmsalın əksinə, yəni bu da müsbət 3də 5-ə bərabər olmuş olacaq. Burada yazıb ki, x1-in kubu vurulsun x2-nin kvadratı və x1-in kvadratı vurulsun x2-nin kubu. Ortaq vuruğun mötərizə xaricinə çıxardanda üstü kiçiyi çıxardırıq. Burada x1-in kubu var, burada x1-in kvadratı var. Deməli, x1-in kvadratı çıxacaq, vurulsun. Burada x2-nin kvadratı var, x2-nin kubu var. Deməli, x2-nin kvadratı çıxacaq. Nə qalır burada? x1 üstə gəl x2. Bu da bərabərdir. x1 vurulsun x2 kvadratını biz bu formada göstərə bilərik. x1 vurulsun x2-nin kvadratı. Baxın bu formada. İndi bu 3də 1-dirsə, kvadratı olacaq 9da 1. Vurulsun. Bu da 3də 5-dirsə olduğu kimi yazırıq. Düzgün cavab vuranda ixtisar getmir. 27də 5 alınmış olacaq. Bir dəqiqə bunu düzəldirəm. Düzgün cavab 27də 5 alınmış olacaq. Yəni 20-ci sualda testimizin düzgün cavabı olur C bəndi. Bu da bizim sınavımızın sonuncu sualının izahı idi. Bir də xatırlatmaq istəyirəm ki, əgər sizlər də paylaşılan bu cür sınaqlardan və həmçinin dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.